Şahbazov Malabəyoğlu, şəhid Fəxrinin əmsiyəm. Bu futbolu təşkilatçılarından birləmələm, qardaşı ilə birlikdə və Məlik Qalin müəllim, Süleyman müəllimin köməyi ilə bu işi bazarlıq qozul eləmişim. Məndən bu qədər. Bu Süleyman. Bu da salamlayıram. Bugünkü gün biz tədbirdə fəxrimiz şəhid qardaşımızın xatirəsinə futbol turunu keçirilir. Beləliklə demək olar ki, rayonumuzun bütün aktivləri buradadır. Bu gözəlliyi də bizim üçün yaradan Nazım müəllimə də öz təşəkkürümüzü bildiririk. Belə də ki, idman daimi diqqətli olan bir oyundur. Bu futbol oyununun da keçirilməsinə həmişə biz layiqincə qiymət veririk və verəcəyik də inşallah. Və sonunda belə deyim ki, Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin və uğurlar arzulayıram. Hər iki komanda. Əvvəla bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhid ailələrinə Allahdan səbir diləyirəm. Qazilərimizə Allahdan can sağlığı və şəfa diləyirəm. Veteranlarımıza da uzun ömür can sağlığı arzu edirəm. Bildiyimiz kimi bir neçə gündür Gümüşlük rayonumuzda şəhidlərimizdən biri olan Şahbazov Fəxrinin adına olan mini futbol turniri keçirilir. Gözəl bir təşkilatdır. Təşkilatçıların hamısına bütünlüklə ürəkdən alqışlayıram. Belə tədbirlərin tez-tez keçirilməsini bəyənirəm. Mən özüm 44 günlük müharibədə, 2-ci Qarabağ müharibəsində tibb xidməti üzrə xidmət eləmişəm və yaralılarımıza və ümumiyyətcə əskərlərimizə əlimizdən gələn köməkliyi göstərmişik. Bu günləri bu tədbirlərin davamlı surətdə olmasını şəxsən mən bu tədbirlərin davamlı surətdə olmasını bəyənirəm və digər şəhidlərimizin də haqqında turnirlərin keçirilməsini dəstəkləyirəm. Şəhidlərimiz həmişə bizim baş tacımızdır və heç zaman unudulmayacaq. Allah cəmi şəhidlərimizə bir daha rəhmət eləsin. Dəyərli qonaqlar, hörmətli tamaşaçılar, bugün bildiyimiz kimi şəhid Fəxri Şahbazovun əziz xatirəsinə həsr olunmuş futsal üzrə İmişli şəhər birinciliyinin final mərhələsi keçirilir. Bugünə kimi bir çox komanda mübarizə aparıb və bugün yekun olaraq final oyunu keçiriləcək və biz də həmən məclisdə, həmən tədbirdə rəsmi hissəni açıq elan edirik. Dövlət himni səsləndirilir.
söz verilir. Milmuğan Regional Gənclər İdman İdarəsinin İmişli rayon sektor müdürü Ceyhun Əbdülova. Hörmətli yarış iştirakçıları, əziz şəhid ailələri, çox hörmətli hərbiçilərimiz, idmançılarımız, hər birinizi salamlayıram. Finala çıxan komandalarımıza uğurlar arzulayıram. Yarışımız İmişli rayon Milmuğan Gənclər və İdman İdarəsi tərəfindən təsdiq olunmuş bir yarışdır. Gördüyünüz kimi biz hər birimiz burada iştirak edirik. Yarışa uğurlar arzulayıram və sözü Nazım müəllimə verirəm. Nazım. Hörmətli qonaqlar, ilk öncə mən şahid ailələrlə hamısı salamlayıram, zabitlərimizi salamlayıram. Bugün gördüyünüz kimi şəhid Şahbazov fərqli daxil olma həsil olmuş. Futbolda bir neçə gündür bu oyun davam edir. Bugün finaldır. Ben bu finalda hər iki komandaya uğurlar arzulayıram. Qeyd edeyim ki, şəhid Fəxri Şahbazovun əziz xatirəsinə həsr edilmiş futbol üzrə İmişli şəhər birinciliyinin maliyyə dəstəkçisi məhz şəhidimizin qardaşı Elvin Şahbazovdur. Biz Elvin bəyə təşəkkür edirik, minnətlərimizi bildiririk. Bu dəstək ilə də məhz Azərbaycan Respublikası sərbəst güləş üzrə əməkdar müəllimi Qalib Şükürov bir neçə müddətdir bu idman yarışını, bu möhtəşəm yarışı təşkil edib. Bu günlərin onun finalını görəcəyik biz inşallah. Qalib müəllimə minnətlərimizi bildiririk. Dəyərli əməkdar müəllimimiz, çox təşəkkür edirik sizə. Buyurun. Gəlin. Ceyhun müəllim, çox xahiş edirəm. Elə siz Qalib müəllim gəlmişkən, ona görə təəssüf olun. Həm texniki məsələlərdə, həm təşkilati məsələlərdə əməyiniz böyüdür, çox sağ olun. Mən söz vermək istəyirəm şəhid atası. Gəlin belə eləyək, əgər icazə varsa, bütün şəhid ailələrini biz dəvət eləyək. Bəli, yaxşı xatirimizə alqışlarınızla Sadıqov Nuru, İsmailov Nəcər, Hüseynov Madər, Mehdi İsrail, Məmmədov Sarı, Bəylərov Ekbər, Cavadov Cahər, Tağıyev İlkin, Abuşov Elşən, Səfərov Talib, Cavadov Tahir, Əliyev Orxan, Deymirov Bidadi, Musayev Xalid, Abdullayev Aslan, Cəfərov Elsəvər, Nuriyev Hafiz, Əzaliyev Teyyub, Şirinov Elxan, Bayramov Şəmsi, Dədəkşiyev Gülbaba, Həsənov Emir, Səfərov Nizami, Cabbarov Ali, Quliyev Tədbir, Quliyev Fuad, Əzizov Hükmət, Əsədov Zahid, Musayev Rafiq, Hüseynov Tahir, Yəliyev Vali, Mehdiyev Rəhman, biz bütün şəhid ailələrini salamlayırıq.
əziz şəhidlərin ruhu qarşısında baş əydik və mən şəhid ailələrindən, şəhid atalarından birinə söz verəcəm. Söz verilir, şəhid atası İsrail müəllimə. Hörmətli tədbir iştirakçıları, hörmətli qonaqlar, axşamınız xeyir olsun. Xalqımız, millətimiz gözəl bir gün astanasındadır, Zəfər bayramımızdır. Bugünkü idman yarışı isə bu bayrama gözəllik verən bir tədbirdir. Mən bütün iştirakçıları təbrik edirəm və arzu edirəm ki, belə tədbirlər rayonumuzda tez-tez seçilsin. Şəhid qardaşımız Şahbazov Fəxrinin adına təşkil olunmuş bu tədbir. Deyirlər, şəhidlər ölmür. Şəhid o vaxt ölmür ki, o həmişə xatırlanır, həmişə anılır. Məhz bu gün qardaşımızın şərəfinə olan bu tədbir şəhidlərin anılması deməkdir. Hamımızı o tədbir münasibətilə təbrik edir, komandalara uğurlar. Sağ olun. Mən də öz adımdan, şəhid atalar adından, buraya olan şəhid atalar adından təbii ki, bütün idmançıları təbrik edirəm. Zala yığışan bütün millətimə, Nəvri Gümüşlü cəmaatına xoş gəldin deyirəm. Allah onların canını salamat eləsin. Mən bir şəhid atası kimi öz ürək sözlərimi buradan demək istəyirəm. Dünyada ən ağır yük bilirsiniz nədir? Dünyada ən ağır yük ata çiynində oğul tabutudur. Valideyn içində övlad tabutudur. Bundan ağır yük ola bilməz. Biz şəhid ataları, burada yığılan şəhid ataları bu yükün altında məğrur dayanırıqsa, biz burada dayanmağımızı o şəhidlərə borcluyuq, o qazilərə borcluyuq, o veteranlara borcluyuq. Bugünkü günümüzü hamımız, sizdən mənim bir xahişim var. Dönə-dönə sizdən xahiş edirəm. Bütün tədbirlərdə bu şəhidləri anın, onları yad ediyor. Biz olduq, olmadıq, gələcək nəsil bunu başa düşsün, bilsin, dərk eləsin ki, bu şəhidləri həmişə anmaq lazımdır. Şəhidləri unudan, keçmişini, indikini, gələcəyini unudandır. Ona görə də mən sizdən xahiş edirəm, bu şəhidləri heç vaxt unutmayın, belə tədbirlər mütəmadi keçirilsin və sizə çox-çox minnətdarlıq edirəm. İştirakçıların hamısına uğurlar arzu edirəm. Sağ olun, var olun. Şəhid ailələri, əlillər və müharibə veteranların müdafiəsi İctimai Birliyin sədri Vaqif müəllimə söz verdi. Salamlayıram bütün tədbir iştirakçıları, hər birimizin başda şəhid ataları olmaqla, şəhid valideynləri. Mən bugün bu tədbirdə iştirak eləməyim üçün qardaşımız Evin müəllimə təşəkkürümü bilirəm ki, Şahbazov Fəxri, Rabil oğlu, hər birimizin şəhidlər fəxridir, bizim əbədi yaşayan yəni gücümüzdür. Biz də bu gücə arxayın olub vətənimizin keşiyində durmağa və bugünkü günlərdə bu tədbirlər keçirməkdə onlara borcumuzu bildiririk ki, təşəkkür edirəm, hər birinizə uğurlar arzu edirəm. Şəhid ailələri, əlil və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin sədri kimi mən də hər zaman şəhid valideynlərinin yanında olmağımla özümə borcluyam. Təşəkkür edirəm sizə. Var olun. Mən şəhid atamızın sözünə bir əlavə eləmək istəyirəm. Biz Gənclər İdman İdarəsi olaraq hər zaman İmişlidə gənclər siyasətini, idman siyasətini həyata keçirik. Biz bütün gənclər tədbirində, idman tədbirində, yəni burada idman müəllimlərimiz var, burada vətəndaşların çoxu görürlər, bilirlər. Hər zaman biz şəhidləri anırıq, bir dəqiqə belə onlar bizim yadımızdan çıxa bilməz. Mənim üçün ondan əziz mərtəbə yoxdur, ondan əziz, belə deyək də, bir ucalıq yoxdur. Siz əmin ola bilərsiniz ki, belə deyək də, Azərbaycan Respublikasının bir qurumu olaraq
biz hər vaxtı sizin övladlarınız biləsiniz ki, Azərbaycan övladlarına çekilir. Biz Vətən müharibəsində yetəri qədər döyüşçülər, zabitlərimiz vardı və bizim cənab kapitan buradadır, Nəsimi Əliquliyev, zəhmət olmasa Nəsim Əli. İlk öncə bütün qonaqları salamlayıram, təşkilatçıları salamlayıram, idmançılarımızı salamlayıram, hər birinizə uğurlar arzulayıram və şəhid atalarım, şəhid valideynlərini salamlayıram. Allah sizi var eləsin. Siz həmişə qürurla yaşayın ki, sizin o cür igid övladlar yetişdirib bu vətənə xidmət üçün vermişsiniz. Allah sizi var eləsin, şəhidlərimizə də rəhmət eləsin. Allah o dünyalarını versin, ruhları şad olsun. Biz bir qazi kimi, bir döyüşçü kimi burada bizi dəvət ediblər. Bizim üçün bura el-oba doğmadır, hər biri burada oturan insanların hamısı bizim elimizin, obamızın oğludur. Və biz həqiqətən də bu qürur verici bir haldır ki, şəhidimizin anımı günündə, şəhidimizə həsr olunmuş bu turnir keçirilməsi çox təqdirə layiq bir haldır. Bunun davamlı olmasını arzu edərdik və burada əyləşən hər birinizi Zəfər günü münasibətindən təbrik edirəm. Böyük xalqımız həmişə sülh, əmin-amanlıq içində yaşasın. Çox sağ olun. Hansı ki bu tədbiri maliyyə dəstəkçisidir, eyni zamanda bizim şəhidimizin qardaşıdır. İmişli Olimpiya kompleksinin rəhbəri hörmətli Nazim Məmmədzadə. Fəal iştirakına görə, dəstəyinə görə Mustafayev Ələmdar, Ələmdar mənimlə təbrik edirəm. Ələmdar mənim. Süleyman İsayev. İmişimizin fəxri, Yusuf Oğlu'yu. İmişimizin fəxri, Yusuf Oğlu'yu. Vətən müharibəsi qəhrəmanlarından biri, dəyərli dostumuz. Canlı əfsanə. Canlı əfsanə, kes eləmədir. Baxar, bəri baxar. İmişində futbol deyilən Yata, yata, qoy, yata. Sami Həsənov. Biz sizə təşəkkür edirik, siz çox ayaqüstə saxladıq. Sizə minnətdarlığımızı bildirir və siz buyurun yerlərinizi alaq. Təşəkkür edirik, sağ olun. Sizə minnətdarlığımızı bildirir və siz buyurun yerlərinizi alaq. Təşəkkür edirik, sağ olun. İstedadlı İmişlimizin dəyərli istedadı, müğənnisi Sənani Səfərliyə. Buyur Sənani. İmişlimizin, bizim hər birimizin başımızın tacı olan şəhidlərimizdən biri Şahbazov fəxrinin yubileyinə, təntənəli yubileyinə həsr olunmuş
futsal üzrə turnirin final mərhələsinə yığışmışıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Sizinlə qürur duyuruq ki, bu mötəbər gündə hamılıqla bir araya gəlmişik. Bu mötəbər gün təşkilatçılarına təşəkkür edirik. Sizlərə təşəkkür edirik, hər birinizə. Sizlərlə qürur duyuruq. Dəyərlilərimiz, eşq olsun hər birinizə. İndi isə sizlər üçün bir şəhidlərimizə, ordumuza həsr elədiyimiz bir mahnı ilə çıxışımız olacaq. Vətən sağ olsun səslənəcək bu tarixi günlərdə. Ettiler düşmeni,
Bizden ayrılıp bizden ayrılıp şampiyon olmak istiyor.